Avropa İsrail'in arasında. Çokları dedi ki bu Azərbaycandakı bu yürüyüş ləğv olunacaq. Amma görürsünüz, maksimal sayı icazə verildi, mən dünən də dedim, 25 deyil, 24 komanda gəldi. Buna heç kim. Roland Hofer deyilən. Ne tabii mümkündür, gəlməzdir. 17-18 komanda çağıra bilsəz, böyük şey. Niyə belə? Bizim strategiyamızda baxın məsələ, öz məqalələr önəmini həmişə saxlayır. Biz Evrosportu elə belə razılaşmamışıq ki, Evrosport canlı olaraq göstərsin. Bu səviyyəli idmançıları dünyada Evrosport səviyyəli kanal heç halda göstərmir, demək olar ki. Çox nadir halda. Yarışlar çox. Bu 2.1 səviyyəli yarış 26 dənə Avropadadır, 8 dənə Asiyadadır, bir Afrikadadır. O 4 dənə Asiyadakında mən demişdim, 8-in 4 içində. Çox rəkəb bir prosesdir bu. Amma komandaları buna cəlb edən həm Azərbaycanın adıdır. Yəni bizim o köhnə Velaturdan ad qalıbdır və belə bizim köhnə əlaqələrimiz qalıb, həmin komandaları biz dəvət eləmişik. Hətta Əlcəzairdən bir Rəqiqi adından idmançı var burada. Görün 9 il keçib gələ gəldi ora, böyük məmnuniyyətlə. Təbii də o bizim təbliğatçımızdır, orada nəsə danışıldı. Onları Evrosport kanalı ilə göstəririk biz. Bu çox böyük bir şey. Başqa yerdə belə imkan yoxdur. O dünya turlarını göstərilir. Bu dünya turu nədir? Orada 20, 22, 23 komandadır. Bütün turlarda istəyir Tour de France olsun, istəyir Vuelta olsun, İspanya, istəyir Giro, İtalya olsun. Bunlar öz aralarında bir-birinin turu var, yarışır. Amma burada yeni komandalar və burada özünü göstərmək, potensialını ortaya qoymaq və nəsə əldə eləmək imkanları var. Bax, budur cəlb edən. Əlbəttə Azərbaycanlıdır, Azərbaycanın imkanları. Biz də çalışacağıq ki, bütün o nə bacarırıq hamısını göstərək ki, gələcəkdə də bu belə olsun. Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun.